Bu futbolçunu vaxtilə sözün əsl mənasında alçaltmışdılar. 2020-ci ildə Real Madrid Çempionlar Liqasındakı ikinci maçını Münhen-Gladbaxa qarşı keçirirdi. Kral klubu zəif oyun göstərdiyi üçün fasiləyə 2-0 geridə girdi. Ancaq problem məğlubiyyət deyildi. Vinicius Junior ilk hissədə çox pis oynamışdı və komanda yoldaşlarının tənqidinə tuş gəlirdi. Birinci hissə bitdi və komandalar ikinci hissəyə başlamaq üçün paltar dəyişmə otaqlarına yollandılar. Əslində hər şey elə bu dəhlizdə oldu. Koridorda Benzema və Mendy Vinicius haqqında danışırdılar. Benzema Vinicius barədə istədiyi kimi oynayır. Ona ötürmə vermə. And içirəm ki, o bizə qarşı oynayır, deyə gileylənirdi və o haqlı idi. İkinci hissə başlayır, beləliklə maç boyu Benzema Braziliyalı oyuncuya heç bir ötürmə vermir. Vinicius həmin mövsümü 6 qol və 6 məhsuldar ötürmə ilə başa vurur. Bu hadisədən sonra Benzema ilə Vinicius arasında fikir ayrılığı yaşansa da qızıl top mərasimində barışırlar.